Esselamu Aleyküm ve Rahmetullah. Bugünkü mövzumuzun adı yalancı Resul, yalancı Peyğəmbər olacaq Ələsgər haqqında danışmaq istəyirəm. O iddia edir ki, Quran-ı Kərimdə bu ayət var. İndi sizə göstərəcəm inşallah. Səsini verirəm, amma belə filmin axırında bütünlüklə onun əxlaqsız və tərbiyəsiz olduğunu və həmçinin də Allaha və onun Rəsuluna şər atdığını sübut edəcəm. Quran-ı Kərimdə belə bir deyir ayət var. Qulaq asın. Dinletiz, siz öz geçmişteki günahları unuttunuz, yenisine lisi. Yani dinletiz. Deməli, mən bu məsələni ağıllı robota sual edirəm. Yəni Quran-ı Kərimdə belə bir ayət həqiqətən yoxdur. Esselamu Aleyküm. Salam, necəsən? Mən buradayam. Sənə necə kömək edə bilərəm? Deməli, mənə Quran-ı Kərimdən olduğu kimi bu ayəti ver. Yəni bu Quran-ı Kərimdə var, yoxsa yox? Nə tez siz öz keçmişdəki günahlarınızı unutdunuz, yenisini etdiniz. Belə bir Quran-ı Kərimdə ayət varmı? Olduğu kimi denə. Quran-ı Kərimdə belə bir ayə yoxdur. Quran-ı Kərimdə günahların bağışlanması və tövbə etməklə bağlı bir çox ayələr mövcuddur. Amma dediyiniz cümlə ilə eyni olan bir ayə yoxdur. Hər halda Quranın müxtəlif ayələrində... Mən sizə təşəkkür edirəm. Təşəkkür edirəm. Allah sizə xeyir versin. Siz sağ olun, Elçin. Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Allah sizə də xeyir versin. Hər hansı bir sualınız olsa, mən buradayam. Mən sizə minnətdaram. Xoşbəxt isin. Hər hansı bir şeyə ehtiyacınız olsa, mənə müraciət edə bilərsiniz. Gördüyünüz kimi ağıllı zəka Quran-ı Kərimdə bunun olmadığını deyir və həmçinin özünüz də yoxlaya bilərsiniz. İnsanlar, subhanallah, biri Ələsgərdir, Allahın dinini şər atır, biri Rəşid xəlifədir, Quran-ı Kərimin təhrif olduğunu deyir, biriləri imamçıdır güya, Quran-ı Kərim təhrif olunub, Quran-ı Kərim yoxdur deyir. Bütün özünü Peyğəmbəri nisbət eləyən, bütün özünü İslam'a nisbət eləyən imamlar güya Mehdi aleyhissalamlar gəlib güya, Peyğəmbərlər gəlib, hamısı İslamla düşmənçilik eləyir. Hamısı İslamla düşmənçilik eləyir. Allahu Ekber. Rəbbim yaşadıkça sizə möhlət verir. Tövbə eləyin. Ben eğer getirip burada oturup açsaydım Kur'an'ı, başlasaydım ayələri oxuyub təbliğ eləməyə, orada başlasaydım, deseydim ki burada filan surə, filan ayədə bu söz yazılıb, onda deyərdim ki orada elə şey yoxdur. Quran ayəsi. O da ayəni mən getirseydim, ayəyə bir əlavə eləsəm, mən bunu fikir söyləyirəm. Ayə söylədiniz, dediniz ki, düzün mən demirəm yoxdur, ben soruşuram. Keçmiş günahı unudub yenisini başlayırsınızmı? Belə söz dediniz, Quranda deyir, Allah təala deyir. O hansı ayədir? Deyir, nə tez siz öz keçmişdəki günahları unutdunuz, yenisini əlisi. Yəni, hansı ayədir? Qurandadır. Mənə elə deyəcəksiniz, Qurandadır. Oxumusan da Quran. Siz məndən deyirsiniz ki, o ayə hansı ayədir? Sən tamamilə mövzu və məqsəddən kənarsan. Sən məqsədi deməmişsin. Siz qabazı yığıb ola bilirsiniz. Nə sən Qurandan məlumat olmayan. Qulaq as. Bir dənə baxışım mən danışım olar. Dediniz ki, düzün mən demirəm yoxdur, ben soruşuram. Keçmiş günahı unudub yenisini başlayırsınızmı? Belə söz dediniz, Quranda deyir, Allah təala deyir. O hansı ayədir? Deyir, nə tez siz öz keçmişdəki günahları unutdunuz, yenisini əlisi. Yəni, hansı ayədir? Qurandadır. Mənə elə deyir, nə tez siz öz keçmişdəki günahları unutdunuz, yenisini əlisi. Yəni, hansı ayədir? Deyir, nə tez siz öz keçmişdəki günahları unutdunuz, yenisini əlisi. Yəni, hansı ayədir? Deməli, bu yalancı Peyğəmbərin əxlaqsız olacaq danışıqlarını sizə təqdim etmək istəyirəm. Üzürlü sayın. Yəni bunu mən etməli idim, bunu mən paylaşım etməli idim və siz də bu olub bitənlərə şahid olmalısınız ki, görün
bunlar nə qədər əxlaqsızdılar. Quran yoxdur, mən nə bilim, Qurana şər atmaqdır, peyğəmbərlər inkar olunur, namaz inkar olunur, oruc inkar olunur və s. bütün ibadətlər inkar olunur. Bunlar Allaha and olsun ki, İslam dinini nurunu söndürməkdən ötürü Abdülhaşim Britaniyada oturur, mən nə bilim, Rəşid, o da Avropada otururdu, o da dünyasını dəyişdi. Bunlar hamısı İslamla düşmənçilik edirlər. Hədis inkarçıları, 19-cular və fiziki namaz yoxdur deyənlər, bunlar hamısı İslamın üstünə düşüblər. Amma Allah'a həmd və şükürlər olsun ki, mən bunlarla mübarizəmi davam edəcəm. Esselamu aleykum, paylaşım edin. Kəbənin ətrafında qadın elə bir paltar giyməli idi ki, onun dalının atlanması bilinməməlidir. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Mən bunu öz zövcələrimə də deyirəm. Deyirəm, siz özünüzü müsəlman aparırsınız, döşünüz, götünüz, başınız qalıb bayırda. Allah utanmaz və Allahın Resulü də utanmaz elə şeydən. Sən mənim yerimə utanırsan. Sən üzüyü tutmuşsan Allahın götünə, ancaq özün buradan danışırsan bunu. Mən utanmaram belə şeydən. Niyə utanmalıyam? Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. İndi də utanmıram. Mən öz zövcələrimə də deyirəm, başqalarına deyirəm. Bu nədir? Şalvar giymişsən, şeyin qalıb bayırda. Zinətli yer qadının döşüdür, götüdür, başıdır, buxağıdır. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Bugün indi biz bunu göt deyirik, mən də göt deyirəm. Job desəydilər, Rusça job deyərdim. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Götümü mən burcudurdum, o burcudurdu. Kişiyə də olmaz. Kişilər də dar şalvar girirlər, daşaqlarını qoyurlar bayırda. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. O əgər o ərəbdir, nə bilim kim idi, Quranı yaxşı bilsəydi, əyağın yerə vurmazdı, onun götü də qoyunun quyruğu kimi sağa sola getməzdi. Elə paltar giyinən ki, yol gedəndə götün qoyunun quyruğu kimi tərpəməsin. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Qabağında kərdə gedirsən, burcudmurlar götlərini. Bir əvvəl bax ətrafıva, götünü, döşünü, gördüyün qadınlar var. Sinələri açıldı səhərdən aşama televizdə. Döşləri də görsən, götləri də. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm.